Yeni bir videodan herkese salamlar. Bugün sizler için diyetik portakal aromalı, şokoladlı sufle videosu paylaşacağım. Zəhmət olmasa ilk önce kanalımıza abone olmağı, video beğenmeyi ve bildirmeyi unutmayın. Gecə hazırlanışına gördüğünüz kimi 2 portakal götürürəm. Məndəki istifadə etdiyim portakallar kiçikdir. Siz daha portakal götürsəniz daha yaxşı olar. Çünki ingredient böyükdür və artıq qala bilər içəriklər. Bunun için portakalların içine oyuram. Önce bıçaqla oydum, baxdım yaxşı alınmır. Sonra çay qaşığıyla belə sərgəli formada içine oydum, çıxartdım. Sonra isə içine tökəcəyim ingrediyenti hazırlayıram. Bir adet banan götürürəm. Gördüyünüz kimi qara, yəni tam yetişmiş banana istifadə edirəm ki, şirinliyi yəni yerində olsun ki, əlavə şəkər tozu buna qatmayım. Çünki bu fit sufle adlanır. Yəni tam sağlam qidadır belə deyək. Bananı əzəndən sonra içine 2 yumurta əlavə edirəm. Siz amma 1 yumurta da əlavə edə bilərsiniz. Yəni mən əslində normalde 1 yumurta edirəm. Sadəcə indi 2 yumurta eləmək istədim. Sonrası içine sırayla qabartma və vanil tozu əlavə edəcəm. İçərisinə istəsəniz badam, qoz, fındıq, bunları da kiçik-kiçik, çox az miqdarda əlavə edə bilərsiniz ki, fərqli dad versin. Qabartma tozunu 3də 1-ni təqribən əlavə elədim. Çünki biraz qabarsın istəyirəm və vanilya tozunu tamamını əlavə edirəm. Yaxşıca qarışdırıram. Son olaraq isə 1 yemək qaşığı kakao əlavə edirəm. İstəsəniz biraz daha çox da ola bilər. İçinə bitter şokolad da əlavə edə bilərsiniz. Bu da qəşəngdən axışqan edir, həm də daha ləzzətli eləyir sufleni. Və qarışımımız hazırdır. İndi isə bunları portakalların içine dolduraq. Siz portakalları 3-4də böyük, yəni dediyim kimi 4-5 portakalda istifadə edə bilərsiniz. Yəni ki, ingrediyenti çoxdur deyə artıq da qalacaq. Mən onu başqa bir qabda da yenə keks kimi bişirdim. Diyetik olaraq ki, sonra yeyə bilim, belə deyim. İçlərini doldururam və hazırdır. İndi isə bunları airfryer'da təqribən bir 10 dəqiqə bişirəcəm. Airfryer'ımı yandırıram. Çox özüm artıq bişirmirəm. Çünki bunun orijinalı yumuşaq olmalıdır. Yəni yuxarı hissəsi bərk olur, qaşığı içəri vuranda içərisi isə daha yumuşaq olur və hazırdır. Gördüyünüz kimi qəşəng qabarıbdır. Qaşıqla içərisinə vuranda isə içərisi axışqan şokolad və kakao olur. Həqiqətən çox şirindir. Atışdırmalıqdır, belə deyim, doyumluq deyil və qəşəng görünür. Ümid edirəm ki, siz də bəyəndiniz. Mütləq ki, hazırlayın, peşman olmazsınız. Hələlik.